Azərbaycanlılar 2026-cı ilin ilk gününü artan vergilər, rüsumlar və yeni cərimələrlə qarşılayıblar. Belə ki, yeni ildən bir sıra qanunlara və qanunvericilik aktlarına edilən dəyişikliklər qüvvəyə minib. Dəyişikliklər 2026-cı ilin dövlət büdcəsi layihəsi çərçivəsində hazırlanıb və vergi siyasəti, vergi inzibatçılığı, eləcə də vergi dərəcələrinin müəyyən edilməsi ilə bağlı məsələləri əhatə edir. Qəbul edilən layihəyə əsasən vergi məcəlləsində ümumilikdə 45 maddə üzrə 145 dəyişiklik nəzərdə tutulub. Həmişə neftin qiyməti yüksək olub və yaxud da ki, belə deyək də, ölkənin tələbatı az olub, amma illər keçdikcə ölkənin tələbatı artır, ancaq ölkə öz istehsalı ilə bu tələbatı qarşılaya bilmir və hər şey xarici ölkələrdən gəlir. Ona görə də ölkənin gəlirləri sürətlə azalır və hökumət də bu gəlirləri kompensasiya eləmək üçün o əvvəl nəzərdə tutduğu vergi güzəştlərini aradan qaldırır, daim qiymətləri artırır. Qüvvəyə minən yeni dəyişikliklərlə özəl sektorda çalışan fiziki şəxslərin gəlir vergisinə tətbiq edilən 7 illik güzəştlər 2025-ci ilin sonunda başa çatıb. Həmçinin yanvarın 1-dən etibarən hibrid və elektrik mühərrikli minik avtomobillərinin idxalı və satışına tətbiq edilən əlavə dəyər vergisi güzəşti də artıq qüvvədə deyil. Bundan başqa, Azərbaycana gətirilən minik avtomobillərinin istehsal tarixi 7 ildən çox olduqda, mühərrikin həcminə görə hesablanmış aksiz məbləği benzinə görə 1,5 və dizelə görə 2 əmsalına vurulacaq. Əvvəl isə bu əmsal müvafiq olaraq 1,2 və 1,5-ə bərabər idi. Vergi məcəlləsinə yeni dəyişikliklərlə alışdırılmadan nəfəsə çəkilən, tərkibində tütün və ya bərpa edilmiş tütün olan məhsullar üzrə aksiz vergisi 1000 ədədə görə 16 manatdan 25,5 manata qaldırılıb. Digər çəkməli tütünlər və bu qəbildən məhsullar üzrə aksiz vergisi yerli istehsalda 22 manatdan 162 manata, idxalda isə 30 manatdan 170 manata qaldırılıb. Başqa bir dəyişikliyə görə isə fiziki şəxsin şəxsi istifadəsi üçün il ərzində ölkəyə gətirdiyi bir ədəd mobil telefondan başqa hər idxal olunan mobil telefon üçün 20 manat aksiz vergisi tutulacaq. Fiziki şəxslərin il ərzində ölkəyə gətirdiyi bir ədəd telefondan artıq hər bir mobil cihazın qeydiyyatı üçün bazar qiymətindən asılı olmayaraq 100 manat dövlət rüsumu da alınacaq. İcbari tibbi sığorta haqqında qanuna edilən yeni dəyişikliklərə görə işsiz və gəliri olmayan şəxslər tibbi sığorta xidmətlərindən istifadə etmək üçün artıq ödəniş etməli olacaqlar. Onlar ildə 192 manat, ayda 16 manat məbləğində sığorta haqqı ödəməlidirlər. Hökumətin qəbul etdiyi qərarlar təkcə güzəştlərin ləğvi və vergilərin artırılması ilə bitmir. 2026-cı ildən bir sıra sahələrdə cərimələr də sərtləşdirilib. Belə ki, bu ildən başlayaraq sosial şəbəkədə əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə 500 manatdan 1000 manatadək məbləğdə cərimə ediləcək. Bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda 30 günədək müddətə inzibati həbs tətbiq olunacaq. Əməl təkrar törədildikdə isə şəxs 1000 manatdan 2000 manatadək məbləğdə cərimə ediləcək və ya 1 aydan 2 ayadək müddətə inzibati həbs tətbiq olunacaq. Eyni zamanda 2026-cı ildə vergi və maliyyə hesabatlılığı, yol hərəkəti təhlükəsizliyi, tikinti və enerji effektivliyi və digər sahələr üzrə də yeni cərimələr qüvvəyə minib. 2025-ci ildə Azərbaycan hökuməti lazımi o istədiyi, nəzərdə tutduğu gəlirləri əldə edə bilməyib, çünki neftin qiymətini büdcədə 70 dollar nəzərdə tutmuşdu, amma bu hardasa 65 civarında oldu. Bu il üçün 65 nəzərdə tutdu, amma biz görürük ki, bundan da aşağıdır. Əgər ölkə istehsal edə bilmirsə, ixrac təyinatlı məhsulları, real sektor yoxdursa, burada yeganə çıxış yolu kimi bu itən gəlirlərin kompensasiyasını yalnız hökumət vergilərin, daha doğrusu aksizlərin deməli artırılmasında görür və müxtəlif cərimələr, rüsumlar, hansı ki bunlar da deməli daim hər il biz bunun şahidi oluruq ki, cərimələr, rüsumlar da artırılır. Qəbul edilən yeni büdcə layihəsinə əsasən bu il həm gəlirlərin, həm də xərclərin artacağı gözlənilir. Yəni dövlət büdcəsinin gəlirləri 38 milyard 609 milyon manat, xərcləri isə 41 milyard 703,6 milyon manat proqnozlaşdırılıb. İl üzrə büdcə kəsirinin yuxarı həddi isə 3 milyard 94,6 milyon manat müəyyən edilib. Müqayisə üçün qeyd edək ki, ötən il büdcə kəsirinin yuxarı həddi 3 milyard 51,6 milyon manat olub.
Beləliklə büdcə kəsiri ötən illə müqayisədə təxminən 43 milyon manat artıb. Mütəxəssislərin fikrincə gəlir və xərclər arasındakı fərqin demək olar ki, dəyişməz qalması, hətta müəyyən qədər böyüməsi hökumətin büdcə siyasətində mövcud olan struktur problemlərini hələ də aradan qaldırmadığını göstərir. Layihədə 2026-cı il üçün dövlət büdcəsi gəlirlərinin 43,8%-nin dövlət vergi xidmətinin xətti ilə daxil olmaların payına düşəcəyi qeyd olunub. Yəni, ötən il büdcəyə 16 milyard 353 milyondan artıq vergi daxil olmuşdursa, bu il həmin rəqəmin 16 milyard 910 milyon manata qədər yüksələcəyi proqnozlaşdırılır. Bu il gəlirlərin 33,2%-nin isə Dövlət Neft Fondunun hesabında formalaşacağı nəzərdə tutulub. Amma Zöhrab İsmayıl deyir ki, ölkədə neft hasilatının azalması, dünyada və regionda baş verən siyasi proseslər nəticəsində neft qiymətinin gözlənilən həddə olmaması büdcədə gəlirlərin azalmasına gətirib çıxarır. Problemlərin həlli üçün də yeni cərimələrin tətbiqi, vergilərin artırılması baş verir. İqtisadçının fikrincə, hökumət büdcəni doldurmaq üçün vergi və cərimələri artırmaq əvəzinə iqtisadi siyasəti dəyişmək barədə düşünməlidir. Ölkə istehsal eləməlidir. İndi əvvəl bizim böyük maliyyə resurslarımız var idi. Bu maliyyə resurslarının hesabına bu tədbirləri görmək daha asan idi. SOCAR-ın dövrəsi böyüyüb. Hər il SOCAR-ın dövrəsi böyüyür, amma SOCAR artıq hasilat şirkəti əhəmiyyətini itirir. Sadəcə o ticarətlə məşğul olur. SOCAR Azərbaycana investisiya qoymalı idi. Neft ayırma zavodunu Azərbaycanda tikə bilərdi. Amma biz görürük ki, onun dövrəsi böyüyüb, xaricdə çoxlu bunun layihələri var, neft ayırma zavodu və s. Amma onun büdcəyə qayıdışını görə bilmirik. Biz görürük ki, yalnız SOCAR-ın bu investisiyalarından siyasi məqsədlər üçün istifadə olunur. Hansısa ölkələrlə yaxşı siyasi əlaqələr qurmaq, hansısa ölkənin tənqidlərini azaltmaq və s. Yəni ki, burada məqsəd heç də iqtisadi gəlir əldə eləmək deyil. İqtisadçı hökumətin ölkədə bütün sektorlara total nəzarəti bir əldə topladığını deyir. Onun fikrincə bu idarəçilikdə səmərəsizliyə və nəticədə iqtisadiyyatın zəifləməsinə səbəb olur. Qarabağı da dövlət tikir, yolu da dövlət tikir, işığı da bizə gətirir, dövlət verir, suyu da bizə gətirir, dövlət verir. Heç bir bölgədə elə bir ölkə yoxdur ki, bu qədər əsas deməli sektorlar hələ də dövlətin nəzarətindədir və bu məsələn SOCAR mənfəət əldə edir. Bu mənfəət əslində dövlətindir, dövlətə verilməlidir. Büdcə daxil, amma Azərbaycanda bu baş vermir. SOCAR sonradan yenə onu belə deyək də hökumətin razılığından və s. yenidən onu istifadə edir. Yəni belə bir ümumiyyətlə sual da yaranır, görünür, doğrudan da görürsən mənfəət reallıqda varmı, yoxsa yoxdur? Bugünkü müşavirədə biz iqtisadi məsələləri müzakirə edəcəyik. Ekspertlərin fikrincə, ölkənin hazırki iqtisadi duruma gəlməyinin səbəblərindən biri hökumətin verdiyi siyasi iqtisadi qərarları ictimai iştirakçılıq olmadan qəbul etməsidir. Halbuki kollegial qərarlar daha uzunömürlü və təsirli ola bilər. İlham Əliyev xəyalındakı Azərbaycanı qurmağa doğru inamla irəliləməyə davam eləyəcək. Onun xəyalındakı Azərbaycanda, onun təsəvvüründəki ölkədə heç bir etiraz, hakimiyyətə qarşı hər hansı tənqidi münasibət olmamalıdır. Demokratik ölkə quruluşu İlham Əliyevin istəmədiyi, sevmədiyi və ümumiyyətlə onun dünya görüşünə daxil olmayan bir ölkə quruluşudur. Aliya Yaqublu hökumətin artan vergilər və yeni cərimələr fonunda xalqın narazılığından qorxmadığını deyir. Onun fikrincə, hakimiyyət mümkün etirazları dəf etmək üçün bir sıra qabaqlayıcı tədbirlər görüb. Azərbaycanda sözün həqiqi mənasında bir polis rejimi var. Daxili qoşunlar, Daxili İşlər Nazirliyinin polis qüvvələri, hətta ordu belə Azərbaycan hakimiyyətinin İlham Əliyevin əmrinə müntəzirdir. İstənilən etiraz aksiyasını anında və amansızlıqla yatırmağa hazırdır. Bunun da nümunələrini biz son illərdə çox aydın şəkildə gördük. Bu bir nümayişkaranə həm də reaksiyadır ki, prezident yaranmasın, insanlarda belə bir ümid formalaşmasın ki, biz küçəyə çıxsaq nələrsə dəyişə bilər. Hakimiyyətin qərarlarında müəyyən bir rolumuz olar. Aliya Yaqublu'nun sözlərinə görə 2-ci Qarabağ müharibəsində əldə edilən qələbə beynəlxalq təşkilatlarla hesablaşmamaq, Azərbaycan cəmiyyətində daha sərt mövqe tutmaq yolunda İlham Əliyev üçün yaşıl işıq yandırıb. Onun fikrincə hökumət 2026-cı ildə də repressiya siyasətini davam etdirəcək. Azərbaycan hakimiyyəti gələcəyə yönəlik siyasət yürütmür. Problem varsa o problemi qeyri-populyar üsullarla həll etmək variantını seçir. Sabah nə baş verəcəksə ona uyğun da taktika seçilir.
Ekspertlərin fikrindən belə nəticəyə gəlinir ki, hökumət bu ildə iqtisadiyyatı genişləndirmək və ya yeni istehsal sahələri yaratmaq əvəzinə daha çox vergiləri, rüsumları və cərimələri yüksəltməklə büdcəni doldurmağa, azalan gəlirləri kompensasiya etməyə çalışır. Onların fikrincə, hökumətin 2026-cı il üçün qəbul etdiyi qərarlar daha çox mövcud siyasi-iqtisadi modelin davamlılığını qorumağa yönəlmiş alət təsiri bağışlayır.